izləyiciləri və bütün dünya Azərbaycanlıları. Bu müqəddəs məkanda hər birinizi xoş gördük. Biz bu günləri Biləsuvar rayonunda böyük başa çatmış Mahmudlu Babək Məşədi Süleymanoğlu'nun qəbir şərəfinin ziyarətindəyik. Bu müqəddəs məkandayıq. Bu günləri şəhid balamızın Babəkin torpağa tapşırmasından 5 il ötür, 5-ci il dönümüdür. Noyabrın ayı, torpağa düşdüyü gündür də, noyabr ayının biri. Həm də bu günləri Bakıda Abdullah Əfsənən Şahın oğlunu da biz orada səhər-səhəri, bəli, həmin tədbirdən çıxdıq, gəldik bura. Biraz gecikdik, üzrlü sayırsınız. Allah sizləri var eləsin. Allah bundan sonra ölkəmizə, obamıza gözəl, xoş günlər nəsib eləsin inşallah. Amin inşallah. İnşallah bu obaya, bu ocağa həmişə xeyir işlərə gələ inşallah. Ayaqlarınız var olsun. Bəli. Babək balamız da tək övlad idi. Atasının arzusu ilə hərbiyə getdi və Kərbəlayı Süleymanı mən sosial şəbəkədən tanımışam. Bayaq orada da qeyd elədim. İlk dəfə orada görmüşəm ki, yəni Kərbəlayı Süleyman öz oğlun İmam Hüseynə qurban verib və oğlu şəhadətə yetişən gündən bu günə qədər də oğlu üçün ağlamayıb. Çünki bu bilir ki, vətən uğrunda, Azərbaycan Respublikasının torpaqlarının düşmən tapdağından azad olması uğrunda şəhid olub. Bizim namusumuzu, qeyrətimizi təmizləyib. Yəni bu necə ali bir, dərəcəli bir məqam olduğunu gözəl dərk edir və ona görə də özün tox tutur və bütün şəhid valideynlərinə də tövsiyə edir ki, siz bilin ki, bizim şəhid balalarımız millətimizin uğrunda, namus qeyrət uğrunda, torpaqlarımızın düşmən tapdağından azad olması uğrunda öz şirin canlarından kesiblər. Və bu da dəyər. Bu müəyyən zaman keçdikdən sonra hər şey, o necə heç birimiz həyatda olmayacaq. Amma bunların gördüyü iş əbədi tarixdə yaşayacaq. O necə deyirlər, həm bunlar bu dünyaların qazandılar, həm o dünyaların qazandılar. Onları özləri ataların övladsız qoydular ki, bundan sonra gələcək nəsillərimizin dünyaya gələn övladlar atasız, atalar övladsız olmasınlar. Şəhid İsrail olub, şəhid İqbal, Əkbər bir də Səbuhi. İsrail Əkbər, İqbal, Səbuhi. Azərin oğlu Səbuhi, Bahadurun oğlu Əkbər, elədir də, Namiq müəllim oğlu İsrail, bir də sizin olub, 4 dost 4 şəhid. Şəhid İsrail, şəhid olmuş yoldaşlarının birinin elə bir kimliyi olur, yazısı olur. Birinin kimliyi, Əkbərin kimliyin, İqbalın isə köynəyin. Ceybəyinə deyib, şəhid olana qədər mən bu düşmənlərdən qisasımı alacam. Yəni bunlar həm də bütün dünyaya əyani şəkildə göstərdilər ki, yəni bizim Azərbaycan millətində, bizim qanımızda, genimizdə bu dostluq nümunəsində əyani şəkildə göstərdi. Namuslu, qeyrətli əskərin hərəkəti, onun o necədir, özün ölümün gözünə dik baxmağı o birisilərə də nümunə olub. Yəni bunlar hamısı bizim üçün əzizdir. Sadəcə indi bəzi qəhrəmanlar var ki, onlar xüsusi qeyd olunmalıdır, onlar öyrənilməlidir, onlarla daha da çox maraqlanmalıdır, yox, hamısı ilə. Duriyev Kamil var, onun həyatı ilə maraqlansınız, görərsiniz ki, necə dolu bir bərəkətli Allah ona ömür nəsib edib. Famil Fərəcov, həqiqətən də əfsanədir o. Yəni belə pis çıxmasın deməyim, görürsən ki, bəlkə də bir 10 dənə, 20 dənə görsən ki, insanın gördüyü işi görüb o Famil Fərəcov. Yəni çox da belə qəhrəman, Murad Mirzəyev olsun, Rəşad Abdullayev olsun. Allah çox da belə qəhrəmanlar, nə qədər sadala çoxdur, vaxtımız da azdır. Allah sizləri var eləsin, Allah canınıza dəyməsin, Allah başınızı eləsin, Allah bir də müharibə qismət eləməsin. Biraz ürək dolu deyil, danışmağa söz çox, tələsirsən, qısa eləyəsən, yenə alınmır. Bunların cəsarətindən mi deyim, yəni özlərinin hansı hərəkətləri indiyənə kimi elədiklərindən deyim, biz bunu danışmırıq. Biz pənah gətirmişik Allaha ki, Allah, sən özün bilirsən bunları. Sən özün bilirsən, yəni bizim danışmağımız düz gəlir. Səbəb nədir? Niyə tərifləmirik balalarımızı? Mən Seyid Həsənə məktub vermişdim. Biz Kərbaladan utanırıq, İmam Hüseyndən utanırıq. Biz ondan utanırıq ki, bunları tərifləmirik, tərifləməyəcəyik də. Allah qoyda kimsə tərifləsin. Allah kimsə sizə ancaq biz Allaha pənah gətirdik ki, bizim balalarımız özünü tanıyırdı. Biz onların yanında kimik? Amma görsən haqq yerini tapır, həqiqət yerini tapır. Şükür Allahın məsləhətinə. Onlar bizdən incisə də, inciməsə də, ola bilsin, gələrlər, deyərlər, niyə danışmırdın və məni tanıyırdın axı. Ancaq qoy elə ağalarının yanında o bilir.
Onlar Amma görürsən ki, bunların hərəsi bir tarixdir. tərifləyər. Hərəsi bir tarixdir, hərəsi bir kitabdır. Yəni hansından danışasan? Yəni indiyənə kimi o eşitmədiklərinizin səbəbi bizik. Biz də danışmırıq ona görə ki, yəni olmaz. Aydındır. O ikisi də zəng eləyiblər. Süleymançı da zəng eləyib, halallaşıb, İqbal da zəng eləyib məndən halallar. Ancaq hiss elətdirmir. Ölmə gedirlər, ha, gedib Bilirlər. bilirlər. Onlar Özdə- də məsəl bunu üçün, demədilər. mən bilmirəm ki, məsəl üçün burada kim bilir ki, getsən ölməyə getsən, şəhid olmağa getsən, orada nə qusulu vermək lazımdır. Mən bilmirəm şəxsən. Mənə sonradan komandir gəlib deyir ki, deyir onlar getdilər sizlə danışandan sonra qusul aldılar. Ha? Qusul aldıb getdilər. Bilirdilər gəlməyəcəklər. Deyirəm nə qusul aldılar? Deyir bilmirəm. Bilmirəm. Ha. Sonra Örgədən örgətmişdi. Ha. Ona görə o örgədənin yanında bizim danışmağımız artıq şeydir. Özləri bilir. Biz pənah aparırıq onlara, elə onlarla məşhur eləsin bütün şəhidlərimizi. Amin. على محمد وآل محمد Amin. اللهم تقبل دعاءنا واغفر لنا ذنوبنا وارحمنا وتجاوز منا إنك آمين. أنت التواب الرحيم لا سيما إلى روح شهداء كربلاء سراي كربلاء وطن şehitlerimizin ruhları şad şehit Amin. Babek balamızın da ruhu şad cemiyen rahimallahu gariyen Fatiha. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Rahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nestaîn. Sıratal müstakîm. Sıratal lezîne en'amte aleyhim. Gayril mağdûbi aleyhim. Əziz izləyicilər, hal-hazırda biz yenə də daha bir müqəddəs məkandayıq. Şəhid İqbal İlqaroğlu, Aslanlı İqbal İlqaroğlu'nun qəbri şərifinin yanındayıq. Allah rəhmət eləsin. Bildiyimiz kimi Aslanlı İqbal da Respublika çempionu olub, güləşçisi olub, idmançı olub. Və yaxud orada qeyd elədiyimiz kimi, yəni yadda qalan qəhrəmanlardandır. Hansı ki biz kinolarda gördüyümüz qəhrəmanlıqları, o kitablarda oxuduğumuz qəhrəmanlıqları bu şəhid balalarımız bizə əyani şəkildə göstərdilər. Yəni mən onun bir kiçik nümunəsini deyim. Yəni Yevlaxda elə bir ki hərbidə olanda yarış keçirdiblər orada güləş üzrə. Həmən yarışda İqbala xəbər çatıb ki, yəni kimsə deyib ki, rəqibin sağ ayağı zədəlidir. Zədəlidir, yəni oradan sağ ayağına daha çox istifadə eləsən, tez qələbə çalarsan. Amma İqbal balamız bilərəkdən ki, bunun sağ ayağı zədəlidir, həmin ayağına qətiyyən əl vurmayıb. Həmin ayağına əl vurmayıb ki, yəni bunu özü üçün bir namərdlik başa düşüb. Yəni özü üçün bunu bir sığışdırmayıb özünə ki, mən belə bunun sağ ayağından yəni ki, müdaxilə eləsəm, istifadə eləsəm, müdaxilə eləsəm, qələbə çalsam da hardasa özünə sığışdırmayıb. Və söz yox, həmən döyüşü utub, qələbə çalıb. Amma mərcəsinə qələbə çalıb. Yəni bu cür balalardır. Yəni şəhadətə yetişən balalarımızın elə hamısı bu cür xislətdə, bu cür tərbiyədə olan balalarımızdır. Allah bütün şəhidlərimizi rəhmət eləsin. Biz bunu Mazandaran Pələngi kinosundan gördüyümüz, o necə deyir, kinolarda gördüyümüz epizodu bu balalarımız bizə əyani şəkildə göstərdilər. Təkcə bizə yox, dünya üçün nümunə oldu. Həm də Aslanlı İqbal, bunlar 4 dost, 4 şəhid tarixini yazıblar. Həm də bütün dünyaya əyani şəkildə göstəriblər ki, dost nəzr olur. Yəni Azərbaycan millətinin qanında, genində olan o mərdlik, dostluq necə olur, onu da göstərdilər bunlar. Belə ki, bunlar 4 Əkbər, Bahaduroğlu Əkbər olub, Nağ müəllimoğlu İsrail, Cəfərzadə İsrail Nağ müəllimin oğlu, sonra Səbuhi Azər müəllimin oğlu, bir də ki, hal-hazırda qəbri şərifin yanında dayandığımız İqbal balamız. Allah bütün şəhidlərimizi rəhmət eləsin. Allah sizləri var eləsin inşallah. Burada bizim Biləsuvar futbol komandasının rəhbəri Zəfər müəllim buradadır. Baş məşqçisi, komandanın rəhbəri, baş məşqçisi Zəfər müəllim buradadır. Bu günləri Mahmudlu Babəkin anım gününə salıblar öz döyüşlərin. Burada yarış keçirdiblər və qələbə salıblar. 2-0 deyəsən, hə? 2-0 udublar döyüş futbolu. Allah sizləri var eləsin. Zəfər müəllim özü, buyurun öz sözlərinizi şəhidimiz haqqında. Zəfər deyəlim, Babət deyəlim. Allah kömək. Buyurun qardaş. Bildiyiniz kimi bugün məlumatınız var. AFA Azərbaycan Futbol Federasiyaları Asosiasiyasının təşkilatçılığı ilə keçilən
region liqası, ölkə birinciliyi yarışları artıq start götürüb. Biz də bugün bu həftəyə düşən oyunumuzu məhz şəhid Babək Mahmudlunun xatirəsinə həsr elədik və oradan şəhid Babək Mahmudlunun dünyaya göz açdığı evdən onu ziyarət edərək meydana qədər yürüyüş elədik və Babəkin timsalında bütün şəhidlərimizə həsr elədik. Baxmayaraq ki, Lənkəran komandası da bizimdir, amma burada mübarizə var, burada artıq meydanda rəqib hesab olunuruq. Ona görə biz mübarizəmizi bütün şəhidlərimizə Babək Mahmudlunun timsalında həsr elədik. Nəticədə qələbə də qazandıq. Allah bütün şəhidlərimizi rəhmət eləsin. Bütün gənclərimizi, bütün yeniyetmələri bu oğlanlardan, yəni əbədidir bizim qəlbimizdə, nümunə götürsün və çox böyük, güclü Azərbaycan və onun qəlbində döyənən Biləsuvarı istər idmanda, istər bütün sahələrdə təmsil eləyə biləcək bir qüdrətə malik gənc nəsil yetişsin. Bayaqlarda bir söz eşitdim. Biləsuvar 4 dənə vətən müharibəsi qəhrəmanı olan rayondur. Yəni 44 günlük savaşda 3-ü şəhiddir, biri sağ qalıb. 4 dənə vətən müharibəsi qəhrəmanı var. Cəlilabad rayonu da qəhrəmanlar diyarıdır. Bizim də rayonda şəhidlər çoxdur. Bütün hamısı bizimdir. Əslində biz idman sahəsində çalışdığımız üçün bütün sahələrdə hər kəs ədalətli və düzgün çalışmalı mənim fikrimcə. Biz də idman sahəsində çalışdığımız üçün uşaqlıqdan belə deyək də bizim qanımıza işləyib. Biz də çalışırıq ki, bütün şəhidlərimizi, təbii ki, şəhidlərin içində bizim idmançılarımız var. Həmin idmançıların xatirəsini daima uca tutaq, əziz tutaq. Bugünkü gün onların da ruhu şaddır. Bəli. Onlar xatirəsi yaşanır, onların da ruhu şaddır. Bəli, fərqi yoxdur. Azərbaycanın bütün bölgələri bizimdir. Hamımızda bunlar da şəhid olurlar. Qarabağ, Azərbaycan Respublikasının torpaqları uğrunda şəhid olurlar. Eyni amal uğrunda şəhid olublar. Amma bu, bəli, rayonlar arasında da rəqabət lazımdır, döyüşlər, yarışlar keçirmək lazımdır ki, inkişaf olsun. İnkişaf üçün, bəli, bütün rayon öz, o necə deyirlər, hazırlığını göstərməlidir. Yəni, hansı dərəcədə, istər futbolda olsun, istər güləşdə olsun. 26-sı Azərbaycan beynəlxalq turnirində, məsələn, Gürcistan, Türkiyə hamısı gəlmişdi, yarış keçirdi, Yugoslaviya ilə Ağdaşın adına yarış, gözəl də tədbir keçiriləcək. Allah qəbul etsin. Siz hər il onu keçirdirsiniz, Allah köməyiniz olsun. Hər il keçirdirsiniz. Sizi kimi qardaşlarımızın sayəsində, sizi kimi azların sayəsində Allah başlığınız eləsin həmişə. Allah köməyiniz olsun. Allah savza deməsin. Bayaqlar bir məqama da toxunmaq istəyirəm. İqbal haqqında eşitdiyim hansı ki o döyüşdəki rəqibin ayağını bilib ki, yəni ki zədəlidir, yəni o həmin ayağına girişməyib, müdaxilə eləmədən qalib. Deyirəm, müəllim, mən 5 ildir haradasa tanıyıram da sizi. Bəs indiyəcə niyə eşitməmişəm bu sözləri sizdən? Bayaq belə bir nümunə çəkdi. Dedi, biz öz balalarımız haqqında danışmağa utanırıq. Deyir, o bilmirəm, elə haradansa o sızıb. Amma görürsünüz ki, neçə ildir tanıyım, öz dilindən eşitməmişəm. Deyir, onları tərifini Allah versin. Onlar biz utanırıq deyir. İmam Hüseynin ağadan utanırıq ki, yəni ki öz balalarımızı tərifləyək. Yəni onların göstərdiyi qəhrəmanlığın qarşısında. Amma heç də onlardan o belə deməyim belə pis çıxmasın. Bunlar ilə bizim canlı şəhidlərimizdir. Canlı İmam Hüseyinçilərimiz oldu. Elə İmam Hüseyin yolu ilə getdilər. Fərqi yoxdur. Ola bilərdi, bəlkə də namaz qılmayan uşaqlar olub, dində olmayan uşaqlar olub. Onlar da o necə deyirlər? Bəli, onlar da bizim namusumuzu, qeyrətimizi qorur. Hamısı bizimdir. Müəllim. Onlar da namuslu, qeyrətli olublar. Yəni meyar deyil uşağın namaz qılmağı və yaxud oruç tutmağı. O insanlıq üçün, vətənpərvər üçün meyar deyil. Amma bəli, ibadətlə bir yerdə olanda o daha yaxşı olur. Diqqətinizə çatdırım. Bu şəhidlər şəhid olana qədər, yəni vətən uğrunda şəhid olana qədər o qədər yaxşı əməlləri, dediyiniz kimi döyüşdə rəqibin zədəli hissəsinə, yəni ondan istifadə edib, sui-istifadə edib ona qələbə qazanmadı da, yəni təmiz mübarizə apardı. Elə ona görə də şəhid oldu. Onlar artıq şəhidliklə o xırda məsələləri qoysaq qırağa ən böyük nöqtəni qoyublar. Biz onları xatırlamaq üçün, anmaq üçün, gözümüzün qarşısına gətirmək üçün o həmin keçmişdəki şeyləri xatırlayırıq. Hansı ki gizli qalan onların məqamları, həyatında olan məqamlar. Amma bir şeyi də diqqətinizə çatdırım. O belə deyək, o 3 nəfər, 5 nəfər ya 2 nəfər çıxır o ringə döyüşə. Orada hamı onları görür. Amma o həmin o sastavı deyək, həmin döyüşə oraya yetişib pərdə arxası insanlar var. Mən bir şeydə sizə məlumat vermək istəyirəm. Yəni bugünkü gündə Biləsuvar futbol klubu
ölkə birincindən mübarizə aparır. Amma bu futbol çox bir vəsait aparan, əziyyət aparan bir şeydir. Çünki Bəli. orada komandadır. Onların bir qərar uğrunda, bir məqsəd uğrunda onları bir araya toplamaq biraz həmrəy eləmək çətin məsələdir. Yəni onun üçün də çalışan insanlar var. Buna görə də bu fürsətdən istifadə edirəm. Yəni bu günə qədər bəlkə heç kim onu bilmir. Bəli. Bizim xeyrsevər insanlar var. Məhz buna görə mən bu şəraiti bizə yaratdı və bu məsləhətləri də biz alırıq. Misal üçün mən başım o qədər qarışır. Hansı gün hansı şəhidimizin şəhadətə yetişdiyi anım gündə onlar barəsində bizə məlumat verir və bu tədbirlərin hazırlanmasına bizə dəstək olur. Mən buna görə Hacı Mirfüzuli ağamıza, Seyid Hacı Mirfüzuli ağamıza, Allah kömək olsun. Peyğəmbər nəslindən olan, imam nəslindən olan mən ona təşəkkür eləyirəm. Onun yeganə bizdən istədiyi bir şeydir. O ağır əməliyyatlar keçirdi Bardızal. Elə bax bu şəhidlərimizin müqəddəs ruhu xatirinə ona ancaq dua edirik ki, Allah ona şəfaət versin. Amin. Böyrəklərindən dəfələrlə ağır əməliyyat keçirib. Amin. Yenə də o əməliyyatdan qalxıb bu gün gəldi bizi burada dua elədi, ziyarət elədi və oyunu əvvəldən axıra dinlədi, baxdı hər şey əla. Getdik, həmin ocağa getdik. Gəldik, şəkil gördü hər bir şeyi. Rahat təzədən qayıtdı. Yenə də əməliyyat stolunda olacaq. Allah onun timsalında gizli olan, görünməyən o qədər xeyrsevər insanlarımız var ki, Allah onların hər birinə xəstələrinə şəfaət, qalanlarına uzun ömür, can sağlığı versin. Allah şəhidlərimizlə rəhmət eləsin. Başınızı eləsin. Var olun. Sağ olun. Var olun. Allah kömək olsun. Bu günləri bizim bu vətənimizi, dövlətimizi, xalqımızı qoruyan deyilin sözə. İdman sahəsində gözə görsənməyənlər kimi bizi qoruyan, vətənimizi, xalqımızı qoruyan kişilər, insanlar var. Hərbçilər. Allah onları qorusun. Bəli, bəli. Hal-hazırda düşmənlə üzbəyüzdür hal-hazırda. Bəli. Hal-hazırda düşmənlə üzbəyüzdülər. Allah sizləri var eləsin, Allah köməyiniz olsun. İnşallah bu obaya həmişə xeyir işlərə, gözəl işlərə gələk. Bir də bir şey də qeyd eləmək istəyirəm ki, biz hər hansı şəhid haqqında deyiriksə nələrsə, bu elə bizim cəmi şəhidlərimiz aiddir. Bunlar hamısı bizimdir. Respublikanın bütün bölgələrində şəhidlərimiz hamısı bizimdir. Hətta burada Azərbaycan millətindən olmayan qeyri şəhidlər var. Hamısı bizim üçün əzizdir. Yəni ki, Allah sizləri var eləsin. Bunlar həqiqət uğrunda, haqq uğrunda, ədalət uğrunda şəhid oldular. Yəni bildilər nəyə görə şəhid oldular. Allah bizləri inşallah müharibədə qazandığımız həmrəyliyi, birliyi əlimizdən almasın. Amin. Bayaq dediyim kimi qələbə qazanmaq asandır, amma onu qoruyub saxlamaq ondan da çətindir. Bizim ən böyük qələbəmiz də bu oldu ki, həmrəy olduq. O döyüş meydanında qalib gəldi bu öz yerində, amma həmrəylik qələbəmizdə bu da böyük bir qələbə oldu. Ən böyük qələbə elə oradan başlayır. Həmrəylik olmadan qələbə çalmaq olmazdı. Allah bizləri həmişə cəmi Azərbaycan xalqın həmişə həmrəy, həmişə bir yerdə eləsin. Allah sizləri qorusun. Var olun, sağ olun. Hacı buyur. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Allahümme gfirhu ve şuruhu ma men kâne eyyimeti teyyibine tahirin. La siyyemel ila ruhil şuhadai Kerbela, Serai Kerbela. Vətən şəhidlərimizin ruhları şad. Şəhid İqbal balamız bu günləri il mərasimi olan 5 illiyin bu günləri qeyd elədi. Şəhid Babək balamız və onun timsalında cəmi şəhidlərimizin ruhları şad və haqqı nəbiyyinə və alihi və bildir. Fatihə. Allahümme salli ala Muhammedin Muhammed. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil Rahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nestaîn. İhdines sıratal müstakîm sıratal lezîne en'amte aleyhim gayril mağzûbi aleyhim veleddâllin. Bismillahirrahmanirrahim. Allah bütün şəhidlərimizə rəhmət eləsin, bu balamız da onun içində. Allah bundan belə bizlərə müharibə qismət eləməsin. Amin. Elə bundan sonra gələndə şadlıqlara gələk inşallah. İnşallah. Allah kömək olsun. Allah valideynə də səbir versin, əfə eləsin. Var olasın. Onsuz da o valideynlər bilirlər ki, övladlarımız hardadır. Mən elə gəlir, valla yanıb qovrulmağa bundan sonra ehtiyac yoxdur. Onlar yerlərini tutublar. Onlar gözəl yerdədirlər. O qədər onun yerində olmaq istəyən insanlar var, ola bilmirlər. Çünki onları Allah bircə seçib. Bircə Allahın dərgahına olan gedib. Ona görə də ürəyinizi fərah tutun. O indi bir vaxtlar sizin balınız idi, bütün Azərbaycanın balısıdır. Bizim burada nə işimiz var? Biz sizi tanımırdıq. Bizi doğmalaşdıran oldu.
yaxınlaşdıran o oldu. Allah ruhu şad eləsin. Bundan belə inşallah peşmançılıq verməsin Allah. Allah ruhlarını şad eləsin. Amin. Süleyman qardaşımız bizim igid insandır. Belə igid insanla da doğrudan da elə Babək kimi igid oğlan oldu. Həmd olsun Allaha ki, belə insanları da Allah bizə tanıtdırdı. Şəhidlərin hamı gözəl bilir. Çünki Allahın vədidir ki, şəhidlər uca məqamdadır. Onlar sağdılar, Allahın yanındadılar. Allahın vədəsini gözəl başa düşürük. Amma düzdür, biraz çətindir, ayrılıqdır, müvəqqətidir. Allah onların yanına getməyi valideynlərinə və biz şəhid sevərlərə nəsib eləsin ki, onların yanına uzaq gedək inşallah. Əsas olur. Əsas vallahi billahi bizim onların missiyası o idi ki, bizim alnımızda olan, bəli o qara deyirik, ləkə deyirik, utandırıcı bir iş idi ki, torpaqlarımız erməni əsarətində idi. Onları qutardılar, onlar qanları bahsına. Bizim də boynumuza düşən missiya odur ki, biz də onların yanına uzaq gedə bilək. Allah qardaşım ruhlarını şad eləsin. Allah cəmiyyən şəhidlərimizin ruhunu şad eləsin, məqamlarını âli eləsin. Qazilərimizə can sağlığı versin. Belə bir deyim var, deyir, qazilər təsadüf nəticəsində sağ qalan şəhidlərdir. Allah ruhlarını şad eləsin qardaşım. Allah köməyiniz olsun. Hacı, bu nə biz müqəddəs məkanda yox. Yeni bir müqəddəs məkanda yox. Bu məkanı müqəddəs eləyən şəhidlərimizdir. Allah sizləri var eləsin. Hacı Rizvan dedi, bir balaca gəldi, toxundu. O Kərbəla Süleyman dedi, işid adamdır. Ondan buzurq olar. Mən laf açıqlamasını da deyim. Kərbəla Süleyman da özü həyatda elə bir ki, ikinci həyatını yaşayır. Kərbəla Süleyman da birinci Qarabağ Savaşının qazisidir. Yaralanıb müharibədə, hətta morqda olub. Orada Fatma xanım olub, həmin o tibb bacısının adı. Bir tibb bacısı olub, o görüb ki, bunda bir balaca nəfəs var. Sonra xəbər eləyib ki, yəni Kərbəla Süleymanın o həmin o xanımın hesabına bu iki gün yuxarıda Allah əlbəttə ki, həyatda yaşayır. Əlbəttə, hər şey deyir, o kök üstə bilər. Bu atadan gələn, gendən gələn qəhrəmanlıqdır. Bir də bir şey də həmişə mən təkrar edirəm, yəni biz də bunu görə heç vaxt unutmayaq ki, qəhrəmanları yetişdirən mühitdir. Yəni ki, bu evdən, məktəbdəki müəllimlərdən, bir də uşağın öz düşdüyü mühit, bunlar üçü bir yerdə tam olanda ev mühiti, məktəb mühiti, bir də ki, düşdüyü o uşağın, yəni belə dildə də söyləyir, uşağın düşdüyü qrup deyirlər, düşdüyü əhatə, mühit, gözəl olanda bu cür qəhrəmanlar yetişir. O ki, gəldi, girəndə şəkilləri gördüm, sağ olsun ki, Kərbəla Süleyman unutmur. Mübariz İbrahimovun şəklini gördüm orada başda, Polat Həşimovun gördüm, Fərid Əhmədov olsun, Əhməd Abdullah olsun. Bunlar həqiqətən də Azərbaycan gəncliyində elə bir ki, vətənpərver hissini bunlar qaldırdılar, oyatdılar. Yəni, şəxsən mən özüm Mübarizdən, Fəriddən sonra elə bir ki, bu işlərə Əhməd Abdullah bəli bir yerdə, elə bir ki, onları ayırmaq olmaz. Bunlar üçü elə bir ki, bir dastan yazırlar. Mübariz, Fərid, Əhməd, bunlar ardınca düzdür, digər qəhrəmanlarımız var, Murad Mirzəyev olsun, Polat Həşimov çoxdur, adlarının sadalamaq olmur, hamısı qəhrəman balalarımızdır. Amma Mübariz İbrahimovun elə bir göstərdiyi qəhrəmanlıq, ardınca Fərid Əhmədov, yəni Əhməd Abdullah ilə bir yerdə və orada başqa digər əsərlər də iştirak eləmişdilər. Məktəb qoydular. Onlar elə bir ki, xalqda, insanlarda bu vətənpərvər hissin oyatdılar. Və bunların hər kökün, hər bir şeyin o unikal nəticəni almaqdan ötürü lazım olan hər bir şeydə yerində oldu. Yəni bu 94-cü ildə Azərbaycanda bağlanan əsrin müqaviləsi deyilən, yəni bildiyimiz neft müqavilələri bağlandı. Ölkəmizə maddiyyat taxtı, ölkənin imkanları oldu. Ordu arsenalı genişləndi. Elə bir ki, o haqq başı ağır olar, amma gezi tezi olar, belə bir deyim var. Həqiqətən də bunlar hamısı Allahın öz o necə deyirlər, nizam-intizamı ilə gəldi və görürsünüz belə bir unikal qələbə əldə oldu. Allah bu qələbəni bizə daimi eləsin inşallah. Allah sizləri var eləsin, Allah bütün şəhidlərimizi rəhmət eləsin. Kərbəla Süleyman da o şəhid atalarındandır ki, mən sosial şəbəkədən tanımışam Kərbəla Süleymanı. Mənə çox ləzzət elədi ki, dedi ki, mən oğlumu İmam Hüseynə qurban vermişəm və ağlamır, oğluna görə ağlamır. Yəni bunu dərk eləyir, gözəl dərk eləyir. Hamısının qarşısında biz baş əyirik. Çalışıb Allahın köməyi ilə bu müharibədə qazandığımız həmrəyliyi, birliyi qoruyaq və bunu gələcək nəsilə sağlam şəkildə çatdıraq. Şəhidlərimizin də bizə qoyduğu əmanətlər, yəni onların valideynləri, torpaqları, yəni biz bu əmanəti də göz bəbəyi kimi qoruyaq. Bunlar bizim hamısı kutsal əmanətlərimizdir. Allah sizləri də var eləsin, Kərbəla. O bizi 200 kilometr yola
o birdən-birə Hacıcat demişkən iki daşın arasında qərar verdi orada bir yerdə ki, Bakıda da başqa tədbir var idi. Bizim yaxın dostumuz var. Orada da tədbir var idi. Yəni şəhid tədbiri idi. Yəni oradan çıxdıq gəldik. Bizi bura gətirən elə o necə deyirlər, sizlərin şəhidlərimizin sevgisidir. Allah sizləri də var eləsin. Allah canınıza dəyməsin. Çox sağ olun. Bizim İslam dinində Pərverdigar aləm buyurur ki, şəhidlərin məqamı elə bir böyük məqamı var ki, bu məqam haqqında Allah danışır. Yəni bizim həqiqətən də bu şəhidlərin məqamını dərk eləmək üçün hələ bizə çox bir ömür lazımdır ki, bunu dərk eləyək ki, bunların məqamı nədir. Amma bu məqamı şəhidlər o vaxt yaddan çıxır, unudulur, onda ki, onları biz unuduruq, yaddan çıxardırıq. Bizim də borcumuzdur, gərək bu qapılarda biz xidmətçi olaq və Süleyman qardaşı da məni ilə yaşıqdır. Mən də elə Biləsuvarda yaşamışam. 1-ci Qarabağ müharibəsində biz də müharibədə iştirak eləmişik. Yəni, həqiqətən də ki, Həcı Mahir də gözəldir. Hər bir şeyin təməli var, bünövrəsi var. Necə ki, Mübariz kimi qardaşlar, Fərid kimi balalar, məsəl üçün, onlar bu yolun yolçuları oldular və bu cür igid balalarımızla, Babək kimi igid balalarımızla öz canlarından, şirin canlarından keçdilər və bizə bu asudəliyi, bu firavanlığı, bu azad yaşamaqlığı bizə onlar bəxş elədilər. Ona görə biz də borcluyuq Süleyman kimi qardaşlara, atalarına, valideynlərinə. Biz də borcumuzdur ki, gəlib Həcı Mahir demişik, yenə də bunları başa çıxmaq, onların əmanətlərini başa çıxmaq bizimdəki bir Azərbaycanlı kimi, bir vətəndaş kimi sizin xidmətinizdə durmaq. Allah ruhlarını şad eləsin. Onu bilirəm ki, Allah Teala bizə də həmişə həm şəhidlərimizin, həm şəhid valideynlərinin, ailələrinin haqqını əda eləməyi Allah nəsib eləsin. Allah sizi var eləsin. Allah ruhlarını şad eləsin. Allah bizi də həmişə bir-birimizə mehriban rəuf eləsin. Elə bir yerdə həm siz qardaşlarla ki, gələyim o belə şəhid ailələrin ziyarət edək.